Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Bugün gedirik Oğuz'a. Uşaqlarla falan hamımız gedirik Mamagilə. Görək yolculuğumuz necə keçir. Bu dəfə evdən biraz tez çıxa bildik. Yəni saat 9-da çıxdıq evdən. Uşaqlarla falan evdən tez çıxmaq biraz çətin məsələdir. Getmişkən biraz yollar çəkdim. Yol üstü əlavə gedəcək yerimiz də var idi. Orada dəydik və Mamagilə vaxtında çata bildik bu dəfə. Burada kəndimizin artıq yollarıdır. Burada da artıq Oğuzdayıq, kəndimizə girmişik. Kəndimizdə də fındıqlar olduğuna görə fındıq bağları var yolların qıraqları ilə. Artıq hamı demək olar ki, təmizləyib, bağları səliqəyə salıb. Çünki yaz gəlir, təmizlik eləyirlər hər bir tərəfdə. Buralarda çox istəyərdim ki, musiqi qoyum. Yolda getdiyimiz yerdə olan musiqiləri qoyum, ancaq qoya bilmirəm çünki YouTube-da olmaz. Bu ev isə mənim babamın evidir. Hətta belə deyim, ulu babalarımdan qalan evdir. Düzdür, mən burada yaşamamışam, amma əmimgil yaşayır. Atamın da, bacımın da uşaqlığı bu evdə keçib. Hətta babalarımın da uşaqlığı bu evdə keçib. Yəni çox qədim evdir. Gəldik, çatdıq Mamagilə. Böyüdüyüm həyət. Darıxır adam buralardan ötürü. Mamam da burada qəşəng samovar qaynadıb bizim üçün. Gedib indi oturacağıq evdə. Gedim çıxım. Burada da mama tutmalarını, döyməclərini falan qoymuşdu. Samovarını qaynadıb gətirib qoymuşdu. Yəni bizim üçün xeyli hazırlıq görmüşdü. Yemək saat yeyəndən sonra da hava da yaxşı idi, uşaq da yatmışdı. Dedim düşün biraz həyəti gəzim. Çünki buralar mənim üçün çox doğmadır. Hər insanda olduğu kimi ata həyəti təbii ki insana hər tərəfi doğmadır. Uşaqlığımın xatirələri var. Burada da pişik var idi, qonşudan gəlmişdi, onu çəkdim. Mamagilin özlərinin pişiyi var idi, bu o deyil, başqa pişikdir bu. Buralar hamısı mənim böyüdüyüm, oynadığım yerlərdir. Uşaqlığım burada keçib. Buna görə də mənim üçün çox əzizdir. Biz indi yayda falan gəlsəydik daha qəşəng olardı. Bilmirəm küləkdən də səsim eşidilir ya yox. Yayda gəlsəydik təbii ki daha qəşəng olardı. İnşallah yenə düşünürəm arada gələndə çəkərəm sizin üçün də. Bu tərəfdən də Mamagilin tərəvəzinə keçirdik. Burada əvvəl toyuqlarımız var idi, hinimiz idi. Buradan da tərəvəzə keçirdik. İndi yeri falan şumladıblar, amma şeyləməyiblər. Buradan da basıb keçməyə adam qorxur. Şumladıblar, amma hələ heç bir şey əkilməyib. Kartof falan əkiləcək. Buralar sahələr, boşluqlar falandır. O vaxtlar tərəfdə adam yox idi. Yəni evlər yox idi. İndi buralarda yaxınlarda evlər var. Əvvəl boşluq idi. Mən uşaq olanda buralar hər yer. Gedirdik qonşuya, uzaqdaydı qonşularımız da. Gedirdik oynamağa. Qonşularla qəşəng. Bu da su arxımız. Bunlar da evdə mamanın gülləri idi. Qəşəngcə açmışdılar. Mən o qədər də gülə baxan deyiləm. Yəni sevirəm gülləri, amma çox da marağında olan deyiləm. Amma mama çox sevir. Hətta qaynanam da çox sevir. Uşaqlar da biraz oynayıb ev eşiyi dağıdandan sonra artıq balacanı yenidən yatdırdım. Belə bükülməmiş yata bilmir çünki belə öyrənib. Hətta gözünün üstü də bağlı olmalıdır. Burada da oğlum girib televizorun altındakı yerə bütün günü demək olar ki, orada oynadı, oraya girdi, çıxdı, dominolar almışdı, onlarla oynadı, gətirdi, gəldi onları bizə. Domino ən sevdiyi şeydir oynamaq üçün. Onlarla oynadı bütün gün. Sonra mama ilə düşdük padvala, döyməc falan qoyacaqdı, mürəbbə qoyacaqdı bizim üçün. Biraz bunların üstü tozdu, mama da deyir ki, tozda çəkmə belə. Deyirəm ki, ev yoxda, yəni həyatda olan bir şeylərdir, təbii ki, üstü toz olur. Bunların da düşüb dəqiqə başıday. Tozunu almaq mümkün deyil, təbii ki, padvaldadır bunlar. Mən özüm çox da sevən deyiləm. Kompot, tutma, mürəbbə və s. belə şeylər çox da sevən deyiləm. Ümumiyyətlə, bankada olan məhsulları sevmirəm. Qəbul edən deyiləm. Çox ürəyim istəsə bəzən bir neçə dənə götürərəm, yeyərəm. Amma belə çox da sevmirəm. Bunlar da mama bizə qoymuşdu ev aparmağa. Götürüb gəldik. Qaydırıq evə. Oğlum yatdı burada maşında. Balacanı yatdıra bilmirəm. Heç maşında yatmaqla bunun arası yoxdur. Amma böyük oğlum maşında biraz yol gedən kimi gəlir yatır. İndi də yoldaşım gel marketə düşüblər. Biz də gözləyirik burada onları.
Neynlər? Neynlər? Gəlib çatmışıq Zarağana. Burada markete düşmüşük. Yəni markete girəcəm. Buralarda marketlərdə çəkiliş eləməyə icazə vermirlər. Ona görə çəkiliş eləyə bilməyəcəm. İstəyirəm tort eləyim. Ona ərzaqlar alacağım tort üçün. İnşallah. Arada bir gün tort eləmək fikrim var. Bilmirəm necə alınacaq tort. Məsələsində o qədər də belə şeyli deyiləm. Səriştəli bacarıqlı deyiləm, amma yenə də özümü sınayacağım. Bunlar da belə əlimdə qalıblar. Uşağın soskası, oyuncağı. Bu soska da pəmbə rəngdədir, amma oğlandı. Oğlumdur, yəni balaca. Sadəcə o qədər soska dəyişmişik ki, sadəcə bunu götürdü bir dənə. İndi oğlumun paltarlarını yerinə qoyuram. Görürəm ki, kurtkasının cibindən qaynanamın kremi ilə kartı çıxıb. Kremin vəbşi başını da itirib, bağlanan yerini, qapağını itirib. Belə qalıb. Sevir ki, belə şeylərlə götürsün, harasa sürtsün. Biz də görür əlimizə falan sürtdüyümüzü. İstəyir ki, bu da getsin, oynasın, boşaltsın için əsas. Bir dəfə başından aşağıya eləmişdi belə bunları. Bunları deyəndə, yəni belə bir kremi götürüb bütün başına sürtmüşdü, saçlarına falan, hər yerinə. Lakı da bəzən haranı tapdı evdə, oraları boyuyur bakla. Belə. Bunları da koyayım yerinə. Bu kadrlar isə artıq növbəti gündən çəkilmiş kadrlardır. Təbii ki, o gün gələndə, Mamakidə getdiyimiz gündən axşam gələndə artıq gec idi. Elə ancaq yoldaşımın iş paltarlarını ütülədim. Uşaqlar yemək yedilər, özümüz yemək yedik, yorğun idik. Bizdə belə bir şey var ki, ümumiyyətlə ailəlikcə harasa gediriksə, həmin gün hamımızın belə halı olmur. Yəni evə gələndən sonra artıq heç bir şey eləməyə halımız olmur. Əslində həmin gün heç nə də eləmirik. Sadəcə qonaq getdiyimiz yerdə otururuq və yaxud da maşında sakitcə oturub gedirik, gəlirik, amma heç halımız olmur həmin gün nəsə iş görməyə. Bu isə səhərsi gün idi. Səhərsi gün bu krantların qabaqlarını yudum. Bir xeyli vaxt var idi ki, bunların qabaqları yuyulmurdu. Həm bunların invertarları belə deyim də xarab olmuşdu. Bu krantı açanda aşağısından da su çıxırdı. Həm də ki, özlərini yumağa vaxtım yox idi, hava soyuq idi. Elə bunları təmizlədim, həm də bu krantı təmizlədim. O birisi başqa bir tərəfdəki krantdır, bu başqa bir tərəfdəki krantdır. Necə düzgün cümlə qurdum bilmirəm, axırı yəni belə, siz başa düşdünüz nə demək istəyirəm. Bu isə arada orada çənə suyu vurmuşdum, su dayanmışdı. Həmin arada dedim boş dayanmayayım, quraqlığın altını süpürüm. Tozun bu qədər olmasına fikir verməyin qızlar. Bu demək deyil ki, bura aylarla süpürülmür, təmizlənir, süpürülür. Ancaq həyət evi də açıqlıqdır və burada bütün ətrafda olan külək hamısını gətirir. Bir künc kimi bu tərəflərə yığır tozu. Ona görə bu hala düşür. 2-3 gün süpürülmür. Belə qıraqdan baxanda bəzən təmiz görünür. Fikirləşirsən ki, heç bir şey yoxdur, amma süpürdükcə əsas da bu daşların arasından çoxlu zirzibil çıxır. Ona görə tez-tez süpürülməsi lazım gəlir.
Mən isə buralara qədər gəlmişkən sizdən ənənəvi istəyimi, xahişimi eləmək istəyirəm. Əgər məni bura qədər izləmisinizsə, videoma baxmısınızsa və sizə maraqlı gəlibsə, kanalıma abunə olmağı unutmayın və eyni zamanda bu videonu da bəyənib və yorum yazmağı unutmayın. Bu mənim üçün çox böyük bir motivasiyadır, çox sevindirir. Sizin yazdığınız hər bir sözü görmək və onlara cavab vermək mənim üçün çox gözəldir, çox dəyərlidir, çox sevindirici bir haldır. Hər birinizin fikirləri mənim üçün çox önəmlidir. Ona görə də bu fikirlərinizi, bəyənlərinizi məndən əksik eləməyin. Bura qədər izlədiyiniz üçün hər birinizə yenidən çox-çox təşəkkür edirəm. Sağlıqla qalın. Hələlik.